Azərbaycanda aparıcısı insanları qəzəbləndirən kanal bağlanacaq, qərar verildi. Audiovizual Şura Kanal S-in yayımının 24 saatlıq dayandırılması haqqında qərar qəbul edib. İlk olaraq məsələ ilə bağlı monitorinq arayışı və müvafiq hüquqi rəy nəzərdən keçirilib. Aparıcı tərəfindən səslənən fikirlərin etik davranış normalarından savayı gender bərabərliyi, hər hansı bir ayrı seçkiliyin təbliğinin yol verilməməsi ilə bağlı qanunvericilik tələblərinin kobud pozulması faktı olduğu bildirilib. Pozuntu faktına görə qanunla müəyyən edilmiş ən uzun müddətli yayımın dayandırılması sanksiyası tətbiq olunaraq Kanal S televiziya kanalının proqramlarının yayımının aprelin 4-ü səhər saat 06:00-dan aprelin 5-i saat 06:00-a dək 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunub.